Heç bir yerdə demədim, bir neçə söz demək istəyirəm. Aha, buyur. İlza Seyidcahan yaxşı bəstəkar olmağıyla, şair olmağıyla, canımsal ifaçı olmağıyla yanaşı İlza Seyidcahan ağır Seyid ocağındandır. Anası da Seyid Cahandır. Və anasının adı Seyid, oradan Seyiddirlər bunlar. Bəli. Və bir şey deyim, tam səmimiyyətimlə deyirəm. İlzaya ilişən xeyir tapmaz. Şahidi olmuşsunuz? Dəfələrlə. Dəfələrlə? Əlbəttə ki. Yəni bizim sənət camiəmizdə olan var. O da var, digər də var, bəli. Heç kim xeyir. Məsəl üçün, kimsə? Elzaya ilişən, Elza ilə, yəni nə iləsə özü də haqsızcasına. Mən indi, Elza xanım, mən sizi nə qədər çox sevirəm, zaten mən də çox istəyirəm, amma xətrinə heç vaxt dəyməmişəm. Yox, mən də heç vaxt aramızda doğrudan bu neçə illərdir mən Elza xanımı tanıyıram. Hər zaman sevgi, sayğıyla, nə vaxt yığıb, nə vaxt sən gelib, baş üstə. Ona görə yox, sadəcə doğrudan da qəlbən, ruhən sevirəm. Biz hörmət görüşük bir-birimizdən. Amma Elza xanım, bir məqama mən, biz bu qədər... Sən beynimi işlətdin artıq. İşlətdim nəyə görə? Sən mənə ipucu verdin, Vasif, ipucu verdin ki, Elza xanım, biz bugünə qədər Afaqla onlar verilişini çəkirik və bizim bir rubrikamız var ki, gizli sima. O rubrikada heç kəsin bilmədiyi, gizli məqamda, amma o qədər deyən normal bir şeydir, heç kəsin bilmədiyi bir hadisəni gizli sima danışır. Elza xanım, inanın səmimiyyətimə. Bizim hələ günü bugünə qədər elə bir şey, heç kəs razılaşmadı. Sizin gizli simanız olmaq istəyən heç kim tapılmadı. Heç kəs istəmədi. Dedilər, nə məsəl üçün deyim sizə. Bilmirəm Elza xanım. Yəni heç kəs istəmədi sizin üçün gizli sima. Əslində yaxşı şey də danışa bilərdi də. Biz hətta, yəni açıqlamaq istəmirsiniz, gəlin negativ danış. Yox, biz demirik. Yaxşı, səninki gör nə gözəl hadisədir. Yəni biz heç nə demədik. Ola bilər, heç kəsin sadəcə bilmədiyi gözəl bir hadisə, heç kəsin Elza xanımı onu o tərəfdən tanımadığı gözəl bir addımından və yaxud da ki, fərqli, biz yəni qarışmırıq o hadisəyə. Nə varsa onu heç kəs istəmədi. Bəlkə deyirəm, bax o sözə görə, Seyid olduğuna görə fikirləşlər birdən. O ayrı bir mövzudur, ayrı bir konu. Mənim çünki belə də gizli heç vaxt sirrim olmayıb. Yox, sir demədik. Hər kəs yox, sir deyil. Sadəcə o yansımayıb. İki dənə müğənnilərə mən eşitmişəm ki, bu yaxınlarda çox hörmət etdiyim, yəni xanım, özü xüsusən də xanımlar, onlara mənim haqqımda sual veriblər. Onlar deyiblər ki, biz Elza xanım haqqında danışa bilmərik də, yəni bizim hətta belə həddimizə deyilik ki, onun haqqında biz nə söz deyə bilərik ki, çünki biz onun təhlil edə bilmərik. Amma çox təəssüf edirəm ki, hərdən görürsünüz ki, yaxşı başlı artıq bu sənətdən belə deyək ki, öz sözünü özünə görə, özünə elə gəlir ki, o sözünü deyib bu sənətdə, ona bir sual verəndə o asancasına bilmədiyi bir təhlili edir. Yəni ki, əslində o məni təhlil etmir, özünü elə bir təhlil edir də, yəni özünü göstərir onunla belə dediyi ilə. Amma əlbəttə ki, həm də mənim üçün də, bəlkə də o Allah ona icazə vermir ki, o mənim üçün o sözü desin. Amma Elza xanım, siz inanın, o siyahını bilsəz, nə qədər insanlara biz müraciət etdik. Hamı qorxdu. Bilmirəm, siz onlara nə inəmişsiniz, sizdən qorxurlar. Ola bilsin ki, çünki mənim haqqımda onlar bilirsiniz necə cürət eləmirlər. Deyəcəklər ki, ay Allah, biz nə mənada tutalım, o mənim bir mahnımdan danışa bilər, düzdür, və yaxud da ki, o mənim bir yazdığım şeirdən danışsa, bilir ki, yəni uduzacaq.